Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve lanetullah ala a'daihim ecmaîn minel an ila liqâi yevmiddin. Nəhməduhu və nəstə'inuh. Rabbi şrəh li sədri və yəssir li əmri və hlul uqdətən min lisani yefqahu qavli. Sadaqallahul əliyyul əzim. Allah Teala ibadət taatımızı qəbul eləsin inşallah. Allah Teala bu günü tamam müminlərə, xüsusən məscid əhlinə, ibadət əhlinə mübarəklər qərar versin inşallah. Allah Teala bizi bu əqidədə, bu məzhəbdə sabit qədəm eləsin inşallah. Bizi dünya və axirətdə Peyğəmbər və Əhl-i Beytinin ziyarətindən və şəfaətindən bir nəsib eləməsin inşallah. Allah Teala iltimas eləyiblər, xəstələri var, müşkülləri var. Tamamən iltimas eləyənlərin dualarını qəbul eləsin inşallah. Allah Teala bu dinin, bu əqidənin, Qur'anın harada, hansı məqamda düşmənləri var inşallah tezlikcə məhv nabud eləsin. Bəhsimiz ki, keçən dəfələrdə imamət barəsində idi, daha doğrusu İmam Səccad əleyhissalamın o xütbəsi barəsində idi. Bu günləri elə söz verdim ki, inşallah çalışaq onu qutaraq da adam tanırsınız yanınızda. Bir də ki, bəziləri ilə bilərlər ki, də ondan başqa heç nə bilmirik, ona görə ki, bir bəhsi dəyişək inşallah. Bugün əgər onu tamam eləyə bilsək. Keçən dəfə və ondan qabaqki dəfələrdə ki, biz bu imamətin barəsində, ya ümumiyyətlə imamət barəsindəki söhbətlər olub və xüsusən İmam Səccad əleyhissalamın dediyi bu xütbəni oxumaqda özünün xüsusi bir fikri və özəlliyi var bu formada xütbənin oxumağı ki, Həzrət məqam-ı niyayişdə, məqam-ı duada Allahla razı niyaz eləyəndə bu neymətin şükrin yerinə yetirmək ünvanında bu xütbəni oxuyub ki, bu da bu həqiqətin subutuna və demək olar ki, dəlalət edir. Nəinki imam istəyib imaməti sabit eləsin. İmam subut olunmuş bir neymətin, nə deyilə bil, məsələn, gedirsən bir nə deyirsən, məsələn də evin mübarəkdir. Bunun mənası budur ki, sən onun ev almağının 100% bilirsən, sənə subutdur, gedib evinə mübarək olsun deyirsən. Da gedib soruşmursan, ev aldın ya almadın, ya eşitmişəm ev alıbsan. O da deyir, yox, yalan məlumat verirlər. O da deyir, kəşf yox, Quranda ayə var, ev alıbsan, hədisdə belə gəlir, məsələn, başlayırsan onu subut eləməyə. Amma burada ki, gəlibsən ona deyirsən, məsələn, bu şey ki, sən almışsan, Allah mübarək eləsin, bunun mənasıdır ki, sənə subutdur bu və sən təbrikə gəlmişsən. İmam ki, oturub o niyayişdə dedim keçən dəfələrdə ki, İmam Səccad əleyhissalam ki, o razı niyazları eləyib, ya ümumiyyətlə imamlar ki, məsumlar ki, dua eləyib Allahla, bizim kimi olmayıb ki, Allah biraz məsələn imkan ver, biraz evi böyük gideyim, ya Allah məsələn evi sökürlər, biraz da üstünə qoysunlar, Allah nə bilim, nə də filan işim belə olsun, biri deyir evlənin, biri deyir ərə gedin, biri deyir ikinci arvad alım, belə də bizim səbkimiz, üslubumuz, biz belə də maddiyyatın ki, biz içərisində yaşayırıq, bəzi məsələlərimizdə maddiyyata bağlayırıq. Ona görə biz elə bilirik ki, məsələn, maddi məsələmiz həll olsa, elə hər problemimiz həll olacaq. Amma hətta görürsən, insanın bəzən mənəvi məsələlərindən nə qədərsə həll olur, yenə görürsən, problemi həll olmur. Bizim ustadlardan biri danışırdı, deyirdi, mənim ustadım deyirdi ki, mən həmişə fikirləşirdim, kifayə dərsi desəm, tələbələr bilir də, bu səthi ki, dərs oxuyur tələbələr, kifayə axırıncı kitabdır. Və ondan sonra nəzər, elə bir istihaddır da, gərək özün axtarıb bir şey çıxardasan ortalığa. Kitab ondan qutarır. Deyir, mən bir vaxt fikirləşirdim, əgər gəlib mən o məqama yetişsəm ki, kifayə dərsi deyəm, daxildə da problemim olmayacaq, rahat olacam da, məndən böyük molla yoxdur ki, kifayə dərsi deyirəm. Deyir, mən gəldim bir vaxt yetişdim, gördüm neçə illərdir ki, mən kifayə dərsi deyirəm, heç o fikrim də yadımdan çıxıb, heç daxildən də rahatçılığım olmayıb. Mən deyirdim, elə haçan gəlib kifayə dərsin
açsam oxumağa və tələbələrim olsa müqabilimdə onlara dərs deyəm, o daxili problem ki var məndə, nəsə bir narahatçılıq, o həll olacaq. Bir vaxt gördüm, mən neçə ildir, məsələn 5 ildir həmin kitabı dərs deyirəm, heç yadıma düşməyib ki, mən bir vaxt fikirləşirdim bu dərsi deyəndə mənim narahatçılığım gedəcək. Həll olmayıb, heç orası yadıma da düşməyib. Biz ki, bu maddiyyatın içərisində yaşayırıq, elə fikirləşirik ki, elə hər cəhətdə bizim maddi məsələmiz həll oldu, bütün problemimiz olmayacaq. Görürsən, məsələn, birinin bir psixoloji problemi var, nəsə narahatçılıq var. Mən eşitmişəm, deyiblər ki, gündə 500 manat pul qazansan, o problem tam aradan gedəcək. Amma baxırsan, görürsən, gündə 5000 manat qazanan səndən də dəlidir. Əgər həll olsaydı, onda həll olardı. Ona görə ki, tüm bizim işlərimizin hamısı maddiyyatın içərisindədir. Elə bizdə də biraz çox günah yoxdur da elə biz qarışmışıq maddiyyatın içərisində. Bu maddiyyatın içərisindən çıxıb, gedib biraz qalxmaq lazımdır ki, maddiyyat səndən aşağı qalsın. Biz yetim neyiniyək? İndi düzdür, Allah tamam istedadların hamısını verib. Vücuda gəlirsən maddədən, yaranırsan maddədən, becərilirsən maddənin içində, ondan sonra yaşayırsan maddənin içində, dünyaya gəlirsən maddə, dünyada da elə axıra qədər maddə və bunların içərisindən çıxıb bir mənəvi qalxasan yuxarı ki, da bu maddələr qalasan ayağın altında, səndən aşağıda, eyninə necə samalyotla minəndə gedirsən bulutun, görürsən, burada qar yağa-yağa, yağış yağa-yağa, buradan elə güclə qalxırsan. Qalxırsan yuxarı, görürsən ki, gün çıxıb əməlli başlayırsan, nə var, nə qar var, nə aşıbər, nə oldu? Bura ayrı vilayətdir, nə oldu? Ki, qalmısan o şeylərdən yuxarı. İnsan gərək bir həddidə düzdür, o məqama çatmaq biraz zəhmət istəyir, biraz güc istəyir, biraz tofiq istəyir, biraz Allaha bağlantı istəyir, biraz sədaqət istəyir, biraz Allaha bağlantının yolunu tapmaq istəyir, biraz da elə, məsələn də, gərək elə biraz, məsələn də, o avam adamların içərisində bəziləri var, elə görürsən, məsələn də, onlar elə, o, necə deyim, özlərinin bir dənə üslubu var, elə yallı, heç kim lazım deyir onlara, heç vaxtda vəkiliyyət tutmurlar. Görürsən, elə məhkəməyə işi düşür, avamlığı ilə gedir, həll edir, qayı saxlayır, görürsən, həll edir, nə bilim, molluya işi düşür, elə belə əməlli başlayır, heç belə necə lazımdır gəlir. Özünün bir dili var, özünün bir səbki var, o yolla. O yaxınlaşmalarda da mən keçən dəfələrdə demişəm ki, gərək o heç kimən deyir, bir adamın elmi ola, dəhşət dərəcədə Allaha yaxınlaşır. Görürsən, bir dənə, 100 dənə avam Allahla dil tapar, bir dənə molla tapana qədər, ya bir dənə alim tapana qədər. Niyə bu istəyəcək zəbərin zirin düz qoysun, qrammatikasını eyni eləsin, nə bilim, təzihim müzayəfin yerinə qoysun, nə bilim, eylal qaydasını düzəltsin, o vaxta qədər aləmin yarısı dağılacaq. Bu avam deyir ki, Allah, mən heç o əmbiyən bir şey bilmirəm, mən rəsm rüsum bilmirəm, nə bilim, qayda qanun bilmirəm. Bizim kətdə iki qonşu savaşmışdı, biri o birisi məhkəməyə vermişdi, olur kətdə belənçi yaxşı işlərdən arada. Gedib indi durub biri məhkəmə bunu çağırıb, məhkəmə səhər durub, bu da o başlarından orada. Məhkəmə gəlib otağa gedəndə, sən kimsən, deyir, mən filan kəsən, məni çağırıblar, deyir, mən çağırmışam, deyir, vəkil tutmuşsan, deyir, yoldaş hakim, qovub tuturlar onu, neynirlər, nətəlməsi, necə olur o? O birinə demişlər, sən dəstəmaz alma, deyir, sən otur uşaqları göndərir, alarsan, şey eləməli. Vəkili qovub tuturlar, demişlər, gəl bura qol çək, rədd ol, çıx, ged düşünün, nəyə gətirirsin, bunun tutulmalısı var yetimin. Görürsən, elə avam surətdə o öz yolu ilə hər işində həll edir. Bəzən də elə də görürsən, belə yaramır, belənçi bu məsələləri neynəcinən, həll eləcənən qoy geçsin, ta biraz uzaqlaşasan bu aləmdən. Bu aləmlə ayağın ki, biraz yerdən elə qalxdı üzü yuxarı, ondan sonra əgər genə də o deyir, nənün namazı üstündə olsa, üzü ayına düz gedərsən də, amma birdən orada da əyilsə də orada güppultu ilə gələcək aşağı. Ümumiyyətlə, keçən dəfə dedim də, bu bizi o buzda gəlirdi, gedirdi, məsciddə sürüşə-sürüşə, divardan tuta-tuta, nə bilim, nerədə, birinin ayaqqabısının altı yeyilib, qutarıb bir şey qalmayıb, imkan yoxdur almağa, biri yolu, məsələn, duz töküblər, keyfiyyətsiz duz çıxıb keyfiyyətini yeyiblər, pisi gətirib tökülür, o biraz da bərkidir bızı, məsələn, birinin ayaqqabısını, məsələn, indi alıb elə bir 30 manata yaxşı ayaqqabı adı ilə veriblər, amma altı demə biraz da sürüşkən imiş, buzu görməmiş elə sürüşür, hava proqnozunu eşidəndə ayaqqabı başlayır, olur, biraz da ayaqdan ayağa elə fərq var, işim yoxdur ondan, hər halda necə ehtiyatla gəlib yolu gedirdik məscidə, bizim mənəvi işlərimizdə də gərək belə olaq da, bizim o qədər sərmayəmiz yoxdur ki, yarısı yandı, yarısı qalsın.
Elə deyir, o dedim ha, keçən dəfə ki, məsələn, nə qədər sənin sərmayon var, bankrot olsun, bazarda səni allatsalar, sən hələ yarısı ilə də nə eləyəsən, düzəldəsən işi, təzədən bərpa eləyəsən dükan bazarı, yoxdur axı beləsi. Ona görə mənim əlimdə o qədər məsələn, namazım o qəbul olunmuş, orucum qəbul olunmuş, xumsum qəbul olunmuş, zəkatım qəbul olunmuş, ehsanım qəbul olunmuş, nə qədər eləmişəm, bunun hələ qəbul olunmuşu bir dəfə əlimdən çıxanda nə eləyə? Qalanı ilə təzədən mən bərpa eləyəm. O kişi yatdı, yuxusunda gördü mömin qardaşı, gördü bu bunun məqamı, öz məqamı. Baxdı, gördü Allah bunun bir dənə cahid cəlalı var, heç beşdə bu məqama çatan yoxdur deyəsən. Elə gəlirdi, bismillah, qapını döysün, neynəsin, girsin buna, bir də gördü, yanlı kül oldu hamısı. Ayıldı yuxudan qaçdıqları, evi yıxılan, sən neynəmsən bu gecə? Yandı nəyim var idi beşdə, bir heç nə, gəldim, gördüm, yoldaşımla anam mübahisə edir, bu gəlin qaynanada təsadüfən olar belə şeylər, tarixdə bir dəfə, iki dəfə. Bu deyir, elə gördüm, mübahisə edir, mən də elə çatan kimi anamı məsələn günahlandırdım və əlimlə də itələdim onu. Deyir, evi yıxmışsan, nəyim var hamısı yandı. Bilirsən, nə boyda cəlalım var idi orada. Sən görsəydin onun yanan vəziyyətin ki, necə idi, yandı, ürəyim partlardı ölərdi. Ona görə görürsən ki, adam da şeytan qüvvəli, adam da caizül xəta, biraz da əsəb, biraz da gərginlik, elə hər dəfə eşidəndə ki, bir haqsızlığı görürsən adamın, belə də biraz da üstünə gəlir, baxırsan ətrafda da bir dənə ürək açan bir şey yoxdur, təsəlli tapdığın bir şey yoxdur. Elə birdən məsələn, adamın biraz əqidəsi yaxşı olar ki, nə də olsa beşdə gedəcək, ya ağamız gələcək, bu işlərin hamısına bir səhvlaman çəkəcək. Buna əqidə olsa, bir balaca səhər-səhər yuxudan duranda insanı fərəhləndirməyə, insana ruh yüksəkliyi verən bu şeylər var. İndi birdən adam bunlarda da zəif olsa, heç ya adam bu olmasa da məsələn, indi fərz edilir ki, Obama hər gün səhər-səhər yuxudan duranda nəyə fərəhlənsin? Nəyə fərəhlənsin bu? Dünyada ondan oynası yoxdur da, ona bir şey eləmədi ki, boynu çıxartmadı ora gələndən sonra, ondan sonra qulağı uzanmadı, nə bilim, əxlaqı düzəlmədi. Hələ indi deyirlər, nə bilim, bir gün süpürgəsi ilə adı çıxır, bir gün, nə bilim, corab satandan adı çıxır, bir gün pianino çalandan adı çıxır, belə bu cürədə. Bu, bunun yetişdiyi məqam, bu, bunun işi. O nəyə fərəhlənsin? Hansı əməlinə fərəhlənsin? Hələ demirəm, orada milləti qırır, burada milləti qırır, burada neynir, orada neynir, bunlar bu yana. Yəni, dünyadır, vəzifədir budur, bundan oynası yoxdur ki. O idi, məsələn, Əli əleyhissalamın o adam ki, qoymuşdu ora, xilafətə göndərmişdi ki, onu işdən çıxardanda biri gəldi, dedi, filan kəs, narahatsan, dedi, yox, dedi, elə şey olmaz axı, bu öz metrəsi ilə ölçürdü. Sən bu boydadan Kufənin ya Bəsrənin valiliyindən çıxardılar, sən narahat deyirsən, dedi, yox, valla mən narahat deyirəm. Dedi, nə tər olur? Dedi, təri budur ki, mən heç bura gələndə sevinməmişdim, indi çıxanda da narahat olum. Gələndə, mənə deyəndə ki, xəbər verəndə ki, səni filan yerə padişah qoydular, ya vali qoydular, ya raykom qoydular, mən sevinmədim ki, yüküm artmışdı da, işim çoxalmışdı. Boynuma vəzifə gəlmişdi, ona görə gəlmişdim. Yox, gedirəm. Bu da tək-tək adamda olur. Odur ki, dünyada belə ürək açan, nə bilim, dünyanı bəzəyən, dünyanı neynəyən, istər gündə adam 500 manat yox, 5000 manat pul qazansın, 10.000 manat pul qazansın. Bunlar nə iş düzəltməyəcək, nə problem həll eləməyəcək, nə insanı o psixoloji cəhətdən sakitləndirməyəcək, insana ruhiyyə verməyəcək, heç nə. Sadəcə onlar elə bir addamda insanı neynəyər, təhlükəyə atar. Hesabı çoxaldar biraz, hədisi qüdsüdə var da, əcibtül limənə əqənə bil hesab, keyfə yəcməlumal. O hesab kitabı, əqidəsi olan adam necə pul toplayır? Allah deyir, mən təəccüb edirəm ona. Allah deyir, əcibtül, söz Allahın sözüdür. Əcibtül limənə əqənə, məsələn, bil qəbr, keyfə yəzhəqbu, məsələn. Əcibtül limənə əqənə bil mov, keyfə yətmənli ilə, məsələn. İlə dünyada yəni. Təəccüb eləyirəm o şəxsə ki, ölmə yəqini var, necə məsələn dünyaya arxayınçılıq eləyir, nə bilim qəbrə yəqinliyi var, necə gülür. Təəccüb elədir də. Odur ki, rivayətdə varımızdır, gündə bir nəfər 20 dəfə ölümü yad eləsə, 5 dona vacib olar. Amma yad eləmək, nətər yad eləməkdən söhbət gedir də. O yad eləməklik ki, elə bəzən insan ölümü yad eləyir, görsən isti tarif gəlir, soyuq, tərlər dağı eləyir orada. İstisi deyir, mən gələcəm, soyuğu deyir, mən gələcəm. Qırğın düşür bir dənə vücudun üstündə. O cürə yad eləməkdən. 20 dəfə də onu yad eləsin də elə öyrər də adam.
Amma o düzəldir adamı. Görürsən, bir dəfə də bir vəziyyətə də gəlir, çıxır insan, məsələn, o kişi də məsumdandır, yəmirəm, kimsə möminlərdən birinin şeirində mən görmüşəm, bir ərəbi şeir ki, deyir, anı ölüm gəlsin, mən özümü göstərim ona. Cəmaət hamısı ölümdən qorxur. O deyir ki, gəlsin ölüm, mən özümü ona göstərim. Ki, görsün ki, mən ondan qorxmuram. Ki, gələr inşallah insan bu belə bir məqama çıxır. Hər halda biz ki, bu maddiyyat aləminin içərisində yaşayırıq, biraz o tərəfə keçməkdən ötürü biraz tofiqat lazımdır. Bizim də tofiqatımız əlimizdən tutanlar var. Biz bir yandan da bir dənə günah eləyirik ki, o əlimizdən tutan əlini uzadıb, biz də qalmışıq kənarda. Qiyamətdə biz neçə cəhətdən cavab verəcəyik. Biri ki, bu məqama çatmamışıq ona görə, biri də ki, çatdıranlara baxmamışıq ona görə. Allah bu boyda kişini bilirsiniz, Əleyhisselam dünən diyasrağa gündü mənə bir dənə şey rast gəlmişdi ki, mənim 46-47 hərə bir söz deyirdi. Kimə necə sərf edir, mənə eləncə yaş qoyur, mənə qalsa lafı 26. Elə deyir. Ki, bu şeydə rast birinci dəfə idi mənə rast gəlmişdi. Həzrət buyurdu ki, fikir eləmirəm sizə də rast gəlir o. Bəlkə də rast gələr qardaşlardan. Ki, deyir, biz Allahın əsrarı yox, məxluq sifətində sizin yanınıza gəlmişik. Biz əsrar-ı ilahidənik. Əsrar-ı ilahidənik. Allah Teala sizə görə bizi salıb bu sifətə ki, sizin dilinizdə sizinlə danışaq. Sizin kimi, baxın, maddi varlıq özü bilirsiniz, qiymətsiz varlıqdır. Ruh ki, Allahın özündəndir, gəlib sənin, mənim bədənimə girib bu dərəcədə məhdudlaşıb ki, divarını o özün görmür. Bax, gör, Allah bəzi nemətlərin nə qədər indirib ta bizi adam eləməkdən ötəri. Ruh belə, o birisi belə, bu birisi belə. Hətta Əleyhisselam ki, deyir, biz Allahın əsrarından demir ya, ruhdur. Demir ha, ruhul qudsdir. Demir mələkdir. Çünki bunlar hamısı çox sirridir ki. Mələk də Allah Teala ilə hər yerdə gəldi, danışıb. Sirri şey hər yerdə danışmazlar ki. Ruhun barəsində də danışım, düzdür və mautitin minəl ilmi illa qəlilə. Az, onda biz başa düşməliyik, ona görə az deyib. Bəlli Allahın ruhun barəsində az məlumat verməyi, onu gizli saxlamaq qəsdi ilə deyir. Başa düşməyimiz çətindir, ona görə nədir? Allah Teala o barədə az danışıb. Cinnidir, xəbər verib. Belə yerdən, göydən, hər şeydən Allah Teala neyib? Görsən, xəbər verib, deyib bizə, danışıb. Ondan sonra üstünü açıb. Pəs Həzrət ki, deyir, biz əsrardan o, pəs o nə ruh deyir, nə ruhul quds deyir, nə belə də, nədirsə, çox ehtimal biz onu başa düşməyəcəyik, necə sirridir, izah, amma var. Məsələn, dualarımızda da var, xanım Zəhraya mütəvəssül olanda Allahümmə innə əsəlkə bi həqqi Fatimə və əbiha və bəliha və bəniha və sirril mustavdəi fiha. Allah'a and verir xanım Zəhraya, atasına, yoldaşına, övladlarına, axırda da nöqtəsini qoyanda nə deyir? Deyir, və sirril mustavdəi fiha. Allah sənə and verir xanım Zəhradan, o xanım Zəhrada əmanət qoyduğun o sirrilərə. Ki, bunu məsələn İmam Səccad əleyhissalam duasında deyir. İndi İmam Səccad əleyhissalam ya İmam Sadiq əleyhissalam bilir ki, xanım Zəhrada olan əsrar nədir? Ya Allaha nisbət o da bir həddi də bilir. Buradan da Əli əleyhissalam deyir ki, biz də Allahın əsrarındanıq. Sadəcə bizi Allah bu sifətə talib ki, siz bizlə yaxınlaşasınız. Və illa biz məsələn də yaxınlaşa bilmərik. Hələ gözümüzün qabağında Həzrəti Əli kimi bir dənə şəxsiyyət dedi, kül baş uza, mən istəyirdim Fəratın suyundan sizin evinizi işıqlandıram. Mən göyün yollarına, yerin yollarına yaxşı bələdim. Kimyadan deyirdi, nə bilim, coğrafiyadan deyirdi, səlonu qəbilənin təfqidunu, məni itirməmiş, nə istəsiz ki, sən Allah büyün Həzrəti Əli olsa burada nə qədər məsələ, düz daha ola bilər, elə biri də gəldi dedi ki, Əli 2 ilə 3-də şəkk elədim, nə eləyəcəm, bu da ola bilər. Elə İmam Zamanın qeybətinin uzanmasının da əsas səbəblərindən də biri odur. Cəmaatın Həzrətin vücudu mübarəkindən istifadə eləmək qabiliyyətində deyirlər, ona görədir. Hələ İmam Zaman görür ki, bu yer üzündə olan 5 dənə, 10 dənə molladan, alimdən, ruhanidən hələ cəmaat lazımı qədər istifadə eləmir. Gedir məsələn buradan fərz eləyək, o boyda müştəhidin məhsərinə baxırsan, görürsən, deyir, getdim bu şeyi soruşdum, bu şeyi soruşdum. Adam da baxır ki, buyurun burada, mən də deyərdim də sən adam, zəhmət çəkib ora gediydin. Valla, belə də laf balaca uşaq da deyərdi.
Bu insan ki, bu dünyada heç bir şeyin haqqını indiyə qədər hələ əda eləyə bilməyib, heç nədən lazımı qədər istifadə edə bilməyib ki, bunları yola vermək olar. Amma elmin məhsərindən, üləmanın məhsərindən insan istifadə edə bilmir, Qur'andan istifadə edə bilmir, əhadisdən istifadə edə bilmir, məsciddən istifadə edə bilmir. Allah, məsələn, bir nəfər evində 2 nəfərə iqtida eləsə, 150 nəfər çatır, 150 rəkətə çatır namazı. 2 nəfər, bir nəfərə iqtida eləsə, yəni 2 nəfərlə məsciddə cəmaat namazı bərpa olsa, 2700 rəkət bir rəkətinə Allah Teala savab verir. Biz məsciddən nə qədər istifadə eləmişik ki, elə deyir ki, qiyamətdə Qur'andır, şikayət edəcək ona, məsciddir, şikayət edəcək ona görə, alimdir, şikayət edəcək ona görə. 11 dənə imamı biz öldürmüşük. Hansı mələk öldürüb? Hansı cinnilər gəldi, öldürdü? Hansı məsələn də zəlzələdən öldü? Hansı tufandan öldü? Biz insan, biz bəşər, biz məxluq 124 min Peyğəmbərdən çoxunu öldürmüşük. Hətta bəzi hədislərə görə, möhtəbər hədislərə görə 70 ya 70 min dənə 3-4 saatin içərisində Bəni İsrail Peyğəmbər öldürüb. İmam Hüseyin əleyhissalam ki, Məkkədə Ömər ibn Abdullah ibn Ömərə danışır bunu. Özü də məşhur da rivayətlərdəndir, sənədli rivayətlərdəndir. 70 mini müxtəlif gəlib. Amma ən az elə 70 dənə Peyğəmbər, 70 dənə adam, bilirsən necədir? Bir nəfərə, o misalda qədimkilər deyərdi, münaqişə olmasın, belə lətifəsi bizim dildə desə yorullanıraq, bir nəfərə versin ki, gəl abi 70 dənə düzənin başını kəs, görər, mən dəliyəm, nəyəm, mən 70 düzənim, mənim ona ürəyim gəlməz. Hətta adam var görsən, bir dənə də. Amma görün, bunlar nə qədər pisləşmişlər, 70 dənə Peyğəmbəri öldürdülər, getdilər elə bazarda da oturub qəhqəhə ilə neynirlər? Gülürdülər. 70 Peyğəmbər öldürmüşük, ya 70 min Peyğəmbər öldürmüşük, 11 dənə imamı biz öldürmüşük. Onun məhsərindən istifadə eləməlidir. O bizim evlərimizə işıq çəkməlidir. Nə bilim, məişətimizi təmin eləməlidir. Ən əsası mənəviyyatımızı düzəltməlidir. Bu cürə ixtilaflar ki, bu günləri dünya qarşısında özü yaradıb, özümüzən, dünya bir dənə, Amerika bir dənə Əl-Qaidə yaradıb. İndi neynəyir? Özü qaçır dalıcan. Eyni ilə bənzəyir ona ki, bir dənə torpedanı buraxır, sonra görür ki, gəlir öz gəmisinin üstünə. Neynəyim? Qarşısını ala bilmir. Bir dənə o qalır ki, özün atsın gəmidən suya, gəmini gəlib partladacaq, orada da akula durub onu yiyəcək orada. İndi həm böyük zəhərli akula bu özüdür, onun da bəzi siyasi cəryanları çoxdur ki, danışığı da uzundur. Amma görürsünüz ki, ən azı bunlar ki, düzəldib bunu. İndi də hələ özləri deyirlər ki, bacarmırıq. Hələ bizim əqidəmiz o deyir, bunlar bunu düzəltməyəndə bunlar düzəldib. Bacarırlar, bacarmırlar, o ayrı məsələdir, ayrı bəhsdir. Görürsən, dünya elə bir günləri yığışır ki, və nətər edir. Hamı özü üçün bir müşkül yaradır. Allah Quranda deyir ki, zəhərətil fəsadı fil bərri vəl-bər bima kəsəbət əydin-nas. Quruluqda, sularda fəsadlar ortalığa çıxdı, mələkim gətirib sənin evə bu əqidəni salmamışdı ki, nə də əcinnələr gətirib salmamışdı. Bu əqidəni özün gətirib salmışdın evin içərisinə, indi də öhdəsindən gələ bilmirsən, qışqırırsan nətər eləyim. Heç o da yalanlandı, hələ o da yalanlandı, o da düzgün qışqırmaq deyir. Onun özünün də içərisində bir dənə hələ oqqası var ki, sən doğrudan da belə qışqırırsan ya yox, hələ bilmək olmaz necə olacaq. Nətər olacaq bunlardır. Baxın, bunun heç birini Allah Teala eləməyir. Bunun hamısını biz özümüz eləmişik. İndi öhdəsindən gələ bilmirik. Öhdəsindən də gələ bilmirik. Hələ öhdəsindən gələ bilməyən halda yenə də, necə Əli əleyhissalam dedi, İmam Rıza əleyhissalam, məmun ki, imamdan axırıncı o zəhəri verəndə danışığın yaduza saxlayın. Dedi, sən belə elədin, imam dedi, mən düz elədim, sən səhv elədin. Dedi, belə elədin, dedi, mən düz elədim, sən orada da səhv elədin. Belə elədin, mən dedi, axırda gəldi, dedi ki, ay bədbəxt, indi də sən səhv eləyirsən. Sən elə bilirsən, zəhəri mənə verin, məni öldürməklə düz iş görürsən, canın qutaracaq, qutarmayacaq, indi də səhv eləyirsən. Gözəl, yenə həmin səhvinə davam elədi və həmin səhvini təkrar elədi, yenə məsələsi həll olmalı. Hələ indi də bunlar səhv eləyirlər. Biz indi də səhv eləyirik. Niyə? 11-in öldürmüşük. Bu bir dənəni də gətirməyə əlimizdə heç bir qüdrətimiz yoxdur. Əlimizdə heç bir imkanımız yoxdur. Yəni, qüdrətlərimizdən istifadə eləyirik, eləmirik. Mən deyirəm, eləmirik.
Öyün ərba qardaşlardan biri danışırdı. Dəfələrlə eşitmişsiniz bu sözü. And ola Allahın izzəti cəlalına. Adam əskərlikdə olan oğlun, səfərdə olan dədəsin, nə bilim, harada o ziyarətdə olan dostun, qardaşın gözlədiyi qədər ya bir həftə görməyəndə qəlbən onun barəsində nə dərəcədə narahat olur. Bizim qəlbimizdə ağamızın zuhuruna, ağamızı görməkliyə, uşağımızı görməyə, övladımızı görməyə, dadlı bir yeməyin dalıcan yeməyə gedəndə necə muştaq oqça vaydı da probka oldu, haçan çatacaq, mədən sürülür. Ruhumuz o diracı olsa indiyə görmüşdük də, mümkündür, gəlmişdi də, gəlməsəydi də ən azı görərdik. Niyə? Çünki eşqimiz yoxdur ona, iştiyaqımız yoxdur ona. Eşq kəlməsinin bilirsiniz mənası nədir? Eşq kəlməsi, eşq lüğəti mənada bizim dildə sarmaşıq bilirsiniz nədir? Sarmaşıq, sarmaşıq deməkdir. Sarmaşıq görürsünüz nə olur? Bir dənə bükülür, bir dənə ağaca, bir dənə köla, onu məhv eləyir, özü yaşayır. Elədir? Eşq və gərək elə olsun, aşıq o cür olsun. Bürünsün o sarmaşıq kimi eşq buna, bunun için özünü öldürsün, özü yaşasın. Maddiyyatını öldürsün, nəfsini öldürsün, ondan sonra nəfs əmmarəsini öldürsün, ondan sonra nəyin öldürsün, daxildə olan o çirkinliklərin hamısını öldürsün və elə ancaq onun nəyə qalsın, gözəlliyi qalsın və məşuqi qalsın. Bu bizdə yoxdur, biz haçan o cür aşıq olduq. Biz haçan məşuqimizin qiymətini o cürə bildik. Elə, yoxdur, heç nə yaratmamışıq onu. Görsən, biri qələm tutan kimi bir dənə sevgilisinə şeir yazır. Biri məsələn, əlindən bir iş, rəssamdır, bir dənə rəsm çəkir. Nə bilim, nə inir? Biz nə yaratmışıq? Bir günləri baxın, İmam Zaman gəldi, girdi içəri, dedi, bax, bir dənə namazından göstər mənə görün, mənə göstərməli namazım var, mənə göstərməli orucum var, mənə göstərməli bir ehsanım var, mənə göstərməli bir işim var, bir ehsanım var, bir dənə göstər mənə görüm, göstərə bilirsən ya yox. Dostlarımdan biri var idi mənim, yəni deyəndə ki, mənə məxsus deyirdi də, çox adamla dost ola bilərdi. Bizim də Salam Məlikimiz vardı, adi namaz qılan bir nəfərdi. O bir dəfə and içdi, ikimizlikdə, yəsizlikdə dedi, and olsun Allahın izzəti cəlalına, İmam Zaman gəlsə mən evimə dəvət edərəm onu çəkinmədən. O qədər evinin, qazancının, ondan sonra halallığında o adamın dəqiqliyi var idi, ona yəqinliyi var idi, o and içirdi, Allah özdə oruc ağzı idi, özdə, məsələn, hər mənim kimi and içəndən də döyürdü. Və heç vaxtda heç kimdən də borc almırdı o. Mən dəfələrlə oldu ki, biraz vəziyyət də ağır idi ki, gördüm borc almır. Əkin məsələn borc almır. Bilmir pulum nətərdir mənim. Ki, aparacam əkinə sərf eləyəcəm, sonra o əkin onun dalıcan, o əkin onun dalıcan, o əkin dalıcan, o ora keçəcək, ora keçəcək, ora keçəcək. Bunun qramı da keçir də, sonra ömrü boyu düzəlməyəcək. Məsələn, o yadımdadır birisi, fəhlələr ki, kömək eləyirdi buna, işləyirdilər həyətdə, onlarla danışdı, dedi, əgər razı sussa, mən məsələn 10 günə pulunuzu verə bilməyəcəm, 20 günə pulunuzu verə bilməyəcəm. Razı sussa, gəlmişdin, bir aya mən susun pulunuzu verəcəm. Razı deyirsə, onda qalsın. Mən dedim, niyə etsin? Batıracam, çıxıb gedəcək. Tək öhdəsindən gələnmir də, köməkçi lazım. Batıracam, çıxıb gedəcək. İnanın Allaha, belə hoqqabazlıq yadda eləmirdi. Elə oldu, Allah yetirdi ona, gəldilər, işlədilər də heç bir ayda qalmadı, elə öz əkinindən, biçinindən satdı, düzəltdi və onları da yola saldı ilə Allah, İmam Sadiq əleyhissalam deyən kimi işi də düzəldi. O bizim cəmiyyətimizin içərisində, möminlərin içərisində bu cür adamın bir neçə dənəsi olsa, sayı olsa, indi Allah Teala mənim kimi 50 dənə üzü qarıya görə 5 dənə yaxşı adamı pis vəziyyətdə, dar vəziyyətdə, çətin vəziyyətdə qoymayacaq ki, onun cavabını verəcək. Ona görə yağış yağdıracaq, bizim də bostana su gələcək. Ona görə külək əstirəcək, biz də sərinliyindən istifadə edəcək. Ona görə gün çıxardacaq, bir dənə də olsa, Allah Teala o qədər ədalətlidir ki, o bir dənəni də sualın cavabsız qoymayacaq. Ona görə rivayətdə varımızı deyir, bir nəfər təqvalı adam qabaqda dursa, arxada olan günahkarların hamısının namazı qəbul olar. Bir vilayətdə bir dənə təqvalı adam olsa, Allah Teala o vilayətə gələn bəlaları o təqvalı adamın üzünə görə qaytarar geri və o təqvalı adama görə də təqvalı adamın da payın göndərər, rəhmət payın göndərər və təbiidir dediyim kimi yerdə ki, yağış yağdı, Allah təki təqvalı adamın bostanına yağdırmayacaq ki, elə hamının bostanı ondan istifadə eləyəcək.
Bizdə bu məsələlər biraz elə məsələn, şuar verməklə, nə, belə. Hər halda sözüm bunda idi ki, biz bu qiyamətdə bunun da cavabını verəcək ki, bu Həzrəti Əlidən niyə soruşmadın, niyə öyrənmədin, niyə gətirtmədin? Bu məsələn, məktəbin yox idi, sənin dərsin yox idi, yerin yox idi, şəraitin yox idi. Sən nə tər şagirdin, nə tər valideyindi, sən müəllimi gətirdə bilmirdin. O da müəllim axı yox idi burada. Niyə yox idi? Səndən qaçıb, da elə deyir, səndən qaçıb və sənin kimlərdən qaçıb. Sən deməli, ürəklə uşaq oxutmaq istəməmsən, ürəklə dərs oxumaq istəməmsən. Əgər bir adamın elmə marağı ola, hansı bir vasitə ilə olsa tapıb gətirəcək. Belə də deyir, biz Allahdan həyasızlıqla nəyisə alaq. Elə bizim, əgər ciddi fikrin bayaq mən bir qardaşa deyirdim, bir nəfər gəldi, dedi, mən istəyirəm dərs oxuyam, neçə əldə istəyirəm, müşkülüm həll olsun, sonra başlayayım dərsə, həll olmurdu. Bu yaxında fikrə düşdüm ki, başlayayım, müşkül də həll olar, olmaz. Hələ dərsə gəlməmiş 30% müşkülüm həll olub. Hələ bu işin 30%-in fikir həll edib, indi inşallah 70%-i də əməl həll eləyərdi, elə deyib, sən gərək gətirəsən. Belədir, Allah onu öz yanında saxlamağa gətirməyib ki. Allah da narahatdır ondan ki, onun zəxirəsi qalıb gizdində bəndələri ilə mücrə rəftar edirlər. Bəndələrin əqidəsinə toxunurlar, mənəviyyatına toxunurlar, bəndələrinin, necə deyim, mətninə toxunurlar, mədrəsəsinə toxunurlar, hicabına toxunurlar, Quranına toxunurlar, başına güllə tökürlər, bomba tökürlər, Allah bundan narahatdır. İmam Zaman da ki, o ki deyir, ağlayar, qəlbi narahat olar, gözündən qan gələr, elə bəndələrin halını ağlayır. Ki, bu gözünün qabağında görür ki, gəlsəm elə bu, məsələn, Buşdan 5 milyonun, yox, 5 milyardın elə bir qılıncımla məhv eləyəcəm, cəhənnəmə vasil eləyəcəm, bunlar çıxır asıqlığa və bunlar rahat nəfəs alır, yaxşı dindar olur, yaxşı əqidəli olur, hidayət olunurlar, cəhənnəmdən nicat tapırlar. Amma gələ bilmirəm, bu çox böyük dərddir. Və gəlməyimə mane edə mənim bu ürəyim yandığı adamlardır, bu da ondan da böyük dərddir. Bəs gərək ona bir əlac eləyə insan gecitirsin. Və Əli əleyhissalam da deyir ki, biz Allahın xüsusi əsrarındanıq, xüsusi sirrindənik. Allah bizi insan surətinə salıb, gətirib nədən ötürü ki, sizlərə öyüd nəsihət edəyik. Baxın, Quranda ayə var. Allah Teala deyir, birdən sizə mələk də göndərsəydik, sizin paltarınızdan gezdirəcəkdik ona. Siz yiyəndən yedizlərdəcəkdik ora. Siz gəzən yerlərdə onlar gəzəcəkdik. Niyə? Axı biz ki, məsələn, Peyğəmbər özü qarnına daş bağlayıb, təbliğ elirdi, deyirdi, cəmaat, halaldan yiyin, harama düşməyin, halaldan olmasa ac qalın, bunu qarnında daş deyə deyirlər, bəlkə də özü dalda da yiyib. Onda qalmışdı, bir dənə məxluq gələ sənə, mənə təbliğat eləməyə ki, heç nə nəfsi var, nə mədəsi var, nə yemək yadına düşür. Təsəvvür eləyin, İmam Hüseyin əleyhissalamın Kərbəlada yerinə bir dənə mələk olaydı. Biz deyədik ki, qılınclar doğradı, bunu mələkin doğranmalı əndamı yoxdur. Desəydik, susuzundan belə oldu, mələkin su içməyə heç nəyə yoxdur. Ondan sonra biz desəydik, övladın belə qabağında oxladılar, mələkin övladı yoxdur. Biz desəydik, günün altında belə yanır, gün mələkə mücərrəd bir dənə məxluqdur. Bunun hamısının özəllikləri bundadır ki, bu bir maddədir, bir formadır ki, bu şeylərin hamısı ona təsir edir. Allah da ona görə olmasın. Həzrəti deyir, biz xüsusi sirrik ki, Allah gətirdi bizi ki, sizə təbliğ eləyək. Niyə sizin öz cinsizdən olaq? Quranda deyir ki, bəsə rəsulən min ənfusikum. Allah Peyğəmbər göndərib sizin özünüzdən seçib Peyğəmbər. Özə bəsə. Və sizin özü sərizdən götürüb, buradan seçib onu. Ərsəlna, bəəsə, məsələn, müxtəlif ibarətlərlə. Ki, sizin özü sərizdən. Sonra deməyin ki, yox, biz də Peyğəmbər kimi olsaydıq, elərdik. Nə olmalıydı ki, Peyğəmbər kimi olmaqdan ötürü? Peyğəmbərin nə özəlliyi var idi? Xilqət cəhətindən, xəlq cəhətindən, insanlıq cəhətindən, hamı da vardı o. Hamı da var. Bir dəstə adam da yoxdur, o da dəlidir, ondan da təklif saqibdir. Qalan hamısının ağlı var.
Keçən dəfələrdə dedik, Allah Peyğəmbər də göndərməsəydi, Quran da göndərməsəydi, kitab da göndərməsəydi, imam da göndərməsəydi, daxili bir dənə hüccət var insanda ağıl adında. Allah onları göndərmədən tək ağıla görə cəhənnəm də qura bilərdi, beyiş də qura bilərdi, qiyaməti də bərpa eləyə bilərdi. 2 dənə şeydən oradan sorğu-sual ola bilər, namazdan sorğu-sual eləməkdi, orucdan eləməkdi, amma 2 dənə şeydən sorğu-sual eləyə bilərdi. Ki, tam şəkildə də Allahın buna həm ədaləti yol verir, həm də ixtiyarı var. Biri bu idi ki, sən niyə Allahı tanımadın? İkincisi də budur ki, Allaha niyə şərik qərar verdin? Neçə şey saymaq olara, niyə məsələn, nemət verənə, munimə şükür eləmədin? Peyğəmbər lazım deyir ki, gəlib adama deyir ki, yedün ilə şükürdür. Qədimkilər deyərdi, toyuq su içəndə başını göyə qaldırır, görmüsünüz də deyir, Allaha şükür eləyir. İmam Sadiq əleyhissalam deyir ki, divar da partlayanda o səs eləyir, cırıldır, o da Allah'a zikr eləyir. Daş da yerə düşəndə taqq eləyir, o da Allah'a zikr eləyir. İt də hürəndə deyir, Allah sənin bu cəmaata əzab verməyin, artıqdır, qiyamətin rüsvayçılığı bunlar üçün ən böyük əzabdır. Bu da onun zikri. İlə maşallah, nə qədər desən, var. Bunların hamısı ağla görə insan cavabını verməlidir. Elə Peyğəmbər, İmam, Quran əlavə məsələlər idi. Göndərib, indi bu da əsrardan gəlib deyir ki, biz gəldik bu surətdə. Baxın, orasını əsas istəyirdim, işarə eləyəm ki, siz elə bilirsiniz, bir nəfər ki, məsələn, ali məqam adamın gedib, məsələn, səfirlərin, belə o mənəvi cəhətdən səfirlərin içərisində yaşamağı, onun üçün çox normal bir şeydir, yox. Adi öz tipindən olmayan adamla yol gedirsən, belə də deyirsən, cəhənnəmə geçsəydin, bundan yaxşıdır. Bəlkə də o məndən yaxşı adamdır, məndən savadlıdır, məndən mədənidir. Sadəcə mənim tipimdə deyir, mənim klasımda deyir. Görürsən, nə qədər yol getməyi çətin, oturmağı çətin, söhbət eləməyi çətin. Hardan ya? Cəhənnəmdən. Niyə? Deyir, ki, düşmüşdüm 2 nəfərin arasına, heç belə düz gəlmirdi də, heç düz gəlmirdi. Elə, indi baxın görün, onlar hara, mən hara. Ki, gəlib o yer üzündə neyə? Mənə dərsliyə, öyrədə, təbliğ eləyə, hidayət eləyə. Mən də ki, gör, haradan danışıram. Nədən danışıram? Hər halda sözüm bundadır ki, böyük bir nemətdir. Allahın sirrindən də Allah Teala onu verib bizə ki, biz hidayət olaq. İmam Səccad əleyhissalam da deyir ki, mən demirəm ki, gəl imamətin vücudunu sənə subut eləyim. Mən deyirəm ki, imamət var, subutdur, mövcuddur, Allah verib, sən ancaq şükrün əmələ gətirməlisən. Sən ancaq şükrün əmələ gətirməlisən. Necə yəni, subut eləyim, ya nəmliyim, keçib bu məsələlərdən hamısından. Və başqa bir dəlil də buna ki, baxın, bir şey ki, imam onu duasında salıb, dua eləyir və şükrün əmələ gətirir, bunun subuta ehtiyacı yoxdur. Baxın, görün, məsumlar dualarında nə istəyirlər ki, bayaq biz deyirdik ki, maddi şeylər istəyirik. Biz o çərçivədə çərçivələnmişik. Görün, baxın, Əli əleyhissalam ya başqa imamlar, məsələn, İmam Hüseyin əleyhissalam Aşura günündə xütbələrinin birində nə deyir? Allaha həmd sənə edir. Allah sənə həmd şükür olsun ki, bizi hidayət eləmişsin. Allah həm əlhəmdülillahilləzi, məsələn, fəqqəhənə fiddin. Həmd olsun Allaha ki, bizi dini başa düşən qərar verib. Bir dənə maddi şey yoxdur orada. Dini başa düşən qərar verib. Və təbiidir, bir adam desə ki, İmam Hüseyin əleyhissalamın din başa düşməyinin dəlili nədir? Deyərik ki, onun elədici hərəkət. İmam Hüseyin əleyhissalam dini tanıyırdı, dini başa düşürdü, təfəqquhu var idi dində, fəqahəti var idi dində ki, durub getmişdə 72 nəfərlə o boyda dünyanın üstünə. Əqidəsi var idi buna getmişdi, yoxsa əqidəsiz kim gedər? Harada bir nəfər göstərirsiniz yer üzündə, keçən dəfə dedik ki, bu nə hizbəllahumul qalibun deyir, Allahın partiyası Quranda neçə yerdə deyir ki, qalibdir. Elə, indi baxın, biz deyirik ki, həzrət, biz 12 imamı çəkdik, qoyduq bir yana. Siz tapın bir nəfər qoyun o, həmin dəstənin üstünə qoy ona rəhbərlik eləsin. Həzrəti Davud çağırdı cəmaatı, dedi, canınızı azad olub, niyə vuruşmursunuz? Baxdılar, dedi, istəsəz Allahdan bir nəfər istəyim, siz üçün sərkərdə olsun, vuruşarsınız, dedi, malən əla nüqatır.
Nə olub ki, vuruşmayaq? Vuruşacaq ləpəməlli başdır. Allah Teala'dan istədi, Talut olsun bunlara nə? Sərkərdə. Dedilər, Talut açandan sərkərdə oldu. Peyğəmbər, sənə bir dənə canişin lazımdır. Peyğəmbər dedi, bəli, lazımdır. Ya Rəsulallah, canişin qoyatsan, bəli, kimdir? Həzrəti Əlidir. Həzrəti Əli hardan canişin oldu? Həmin sözü Davuda ümməti demişdi, həmin sözü Musaya ümməti demişdi, Həzrəti Peyğəmbərə də yenə həmin sözü dedilər. Yaxşı, sən özün etiraf edirsən, öz kitabında yazılıb, öz tarixində var ki, bundan artığı yoxdur. Da İbn Əbil Hədid deyir, Allaha şükür olsun ki, pisi yaxşıya üstünlük verdi. Hələ Allaha da böhtan atır. Alimlərdəndir də. Ki, Allaha da böhtan atır. Amma özü də eyni halda ki, təsdiq edir ki, bu Həzrəti Əli hamıdan artıq idi. Elə deyil. Dedi ki, savaşacaq, yaxşı, Talut gələndən sonra dedilər, yox, yaxşı, Talut açan. Nə olub da? Taluta onun var dövləti yoxdur. Var dövləti yoxdur. Var dövləti yoxdur, yaxşı, Həzrəti Əliyə nə olub? Buna dedilər, yaşlı uşaqdır. Musa dedi ki, Davud dedi ki, Musanın o beşicin taxtını gətirsə qəbul elərsiniz, dedilər, gətirdi, onu da çox adam heç qəbul eləmədi, bir dəstəsi qəbul elədi. Həzrəti Əli nə qədər beşiklər gətirdi, ora çıxartdı. Nə qədər kəramətlər göstərdi, nə qədər hər elə bir dəstə, 120 min nəfər orada qulaq asırdı ona. Həzrət onun 20'sini tapa bilmədi Mədinədə. 120 min nəfər adamlar elə Mədinədə nə qədər kişi var idi, Məkkədə deyil də. Elə deyir, Peyğəmbərin Həccətül Vidasında İslam boyda yeri əhatə eləmişdi ki, bir məhdud hədd idi, 120 min nəfər getmişdi. Elə deyir, 9 milyon Azərbaycanda əhali var, nə qədər adam gedir Məkkəyə? 4 min yad gedirdi, ondakı Məkkəni tikdilər, balacalaşdırdılar, ona görə deyirlər, da yer yoxdur, 2 min gəlsin. 9 milyondan 2 min, 120 min nəfər orada həcci var idi, həcci. Amma da birinci dəfələri idi, onlar gəlib dükanda araq satmağa getməmişlər. Amma ondan da pisin elədilər. Ondan da pisin elədilər. 120 min nəfərdən 20'si bunun, heç olmasa bir 200 nəfəri Mədinənin payına düşmürdü. Nə Məkkə idi, Mədinə idi, nə Küfə, Bəsrə ətrafı idi, ondan o yana getməmişdi ki. Çox uzağa getməmişdi. Məsələn, biraz oradan Yəmən tərəfdən, nə bilim nədən də, yəni Ərəbistan yarımadasından demək olar ki, çıxmamışdı. Ondan 200'ü düşürdü Mədinənin payına. Yoxsa tapa bilmədi Əleyhisselam, desin ki də, indi Musanın tabutu. Nə qədər Məsihi gəldi, nə qədər Yahudi gəldi, birinə quyunu açdı göstərdi, birinə loğun tapdı göstərdi, birinə kitabını göstərdi. Belə də bu Yahudi iman gətirdi bu cürə. Amma demişəm də sizə, Ayətullah Büruzur'un ki, dərsində cinlər iştirak edirdi, 2-3 nəfər. Ağa da tanıyırdı onlar, saxladı, dedi ki, siz nətərdir, nə var, nə yox orada, salamatçılıq, nə edirsiniz orada? Həzrəti Əlini tanımayanız var, deyir, bizim hamımız Həzrəti Əlini qəbul edirik imaməti. Nətər olur? Deyir, Qədir-Xumda 2 nəfər cin olub, gəlib bizə demişdi. Qədir-Xumda 2 nəfər cin gəldi, cin tayfasını dedi, hansı Həzrəti Əlinin vilayətini qəbul elədi? 120 min nəfər adam oldu, gəldi, dedi, görürsünüz nə vəziyyətdədir. İndi, baxın, bəzi cəhətlərdən indi məzhəb söhbətini eləmirik. Biri deyir, məsələn, mən bu məzhəb deyəm, amma Əli Əleyhisselamla da bir problemi yoxdur. Qəbul deyilir, elə nə Əli Əleyhisselam üzubiyana. Amma bəzi ki var elə rok durub əleyhinə, Allaha irad edir ki, niyə Həzrəti Əlini yaradıbsan? Dili ilə etiraf edir onu. İşin qutarmışdı, Həzrəti Əlini yaratmışsan. Görürsən, 2 dənə cin deyib, amma bu 120 nəfər deyib, məqbuldur. Belə üzü bu yana nə qədər bu cürə məsələlər var. Nə qədər bu cürə məsələlər var. Ki, insan belə büyünər, onun başqa forması görünmür. O qədər biz indi onu sizə söz danışaq vaxtda keçib, siz də indi Allah verirsiniz ki, Allah axırıncı cümləsi olaydı. Belə də adamın bəzisinin laf üzündən oxumaq olur. Amma durub elə büyünərdi, onu tutaq bir dənə, şeylə bizim bu məsələmiz. Bizim bu məsələmiz. Qədim bizim kətdə bir kişi var idi. Burada da elə hər yerdən məşhurda. Biri deyirdi, kaş Kərbəlada olaydım, ağaya ox atanda mən də sinəm vereydim qabağa. Deyir, yatdı yuxusunda gördü, ox atırlar. Qaçdı, dedi ki, oxu qabağına durmalıdır bəyə. Nə vardı ki, nə var? Yaxşı adamın üzünə istidə sərin su atarlar, onun qabağına nə var durmaq? Elə gələ oxun qabağına durasın. İndi hər halda sözümüz budur ki, Həzrəti Əli Talutdan da artığını göstərdi, Musadan da artığını göstərdi, Həzrəti İsa'dan da artığını göstərdi. Belə.
Amma görürsünüz ki, vəziyyət də gəldi, bu yerə çıxdı da. İndi bundan sonraki oldu. Buna qədər oldu. Biz də bunların hamısını danışırıq. Hər dəfədə təkrar edirik. Yenə xütbəni oxuyub, tamam eləyib, qutarmadıq. Amma söz burasındadır ki, eyni halda ki, biz bunları başa düşürük. Eyni halda ki, biz bunları danışırıq. Eyni halda ki, biz bunların iradın başqalarını eləyirik. Həmin vəziyyətdə yenə biz, yenə İmam Rıza deyən kimi, yenə də hələ düz yolla duyuruq. Yenə də hələ işimiz yenə düz getmir. İşimiz yenə əyri gedir. Elədir, elədir. Özlər bizdən artıq şey istəmirlər ki. Demirlər ki, sən məsələn gündə 1000 rəkat namaz qıl. Bizə deyirlər, o 4 rəkatı namaz kimi qıldı. Elədir. Əli əleyhissalama Həzrət Peyğəmbər deyir, cəmaat vacibatı ilə, müstəhəbbatı ilə məşğul olanda, sən vacibatı ilə məşğul ol. Özə deyir, cəmaat müstəhəbbat ilə məşğul olanda, sən vacibatı ilə məşğul ol. Biz deyirik, qılma nafiləni, elə zöhrü qıl, belə də. Elə qıl ki, təhvil verəsən də. Elə deyir, qardaş, mən 10 hektar əkmişəm kartof, heç bacarmıram, hamısı çürüyür, məhv olub, tökülü gedir hamara. Biri 1 hektar əkib, görsən bir ilinin dolanışığını çıxardır. Elə deyir, hansı yaxşıdır? Heç inək də yemir, onun hamara tök deyil. Amma bu dolanır. Əşi, qılma, belə qıl, eybi yox, 4 rəkat. Ağzını saxlaya bilmirsən, danışma. Kim durub başının üstündə durub, vurur başı o ki, qeybət eləcinə. Elə deyir. Bir dəfə gözlüyün səhvindən 100 min ziyan eləsən, o gözlüyünü inərsən. Özüm ölüm, adam çıxardar, heç yerinə heç nə də salmaz. 100 min az pul deyir, adamın var yoxun yandırar. Yaxşı da, bu boyda əmlakü, mülkü, ondan sonra varu, dövləti, behişdə yandırır. Niyə ona qarşı bir dənə cəza tədbiri görmürsən? Niyə onun əleyhinə bir iş görmürsən? Villa yox, villaları yandırdı behişdə. Nələri əlindən çıxartdı, bir tədbir gör də. Nə olar? Qulaqdır da, eşitməcinə. Hərə bir dənə maaşını salıb qulağına gəzir, sən də bir dənə sal, gəzməcinə, oturcuna. Bu insanın əlindədir də, insanın iqtidarının çərçivəsindədir də. Və Allah hansı əməli bizə deyib, bizim qüdrətimizdən kənardır. Heç biri. Hamısı qüdrətimizə yazdı, Allaha and olsun, elə lap halva yemək kimi bir şey. Bəlkə orada da bir çətinlik var. İnsan elədici işlərə baxsa, sonra baxsa ibadətə, görür ibadət onun müqabilində heç nədir. Gedir, çıxır dağa, Himalay dağına, Comolonma zirvəsinə, 8848 metrdir. Elə, önləri birini göstərdilər, nəmnə hündürükdə dağa heç nəsi çıxdı. Gizbalası gizcə gedir, 2 rəkat namaz qılıb, o qalxına qədər qalxırsan. Sən nə işin var orada? Ayağın altı buz, qaya, daş, dırmaşdı ora. Nəm hansı dəli millətdən idi. Gəl 2 rəkat qıl, gör Allah səni hara aparır. Elə deyil, 2 rəkat qıl. Nəm də, önləri, televizora da baxmalısan da, baxmasan da olmur. Məsələn, elə harasını açırsan, gördüm o, nəm olimpiyada keçirdilər, nə keçirdilər? Biri xıza ilə tullanırdı, indi tullanıb həmişə. O da qədim deyərlər, su səhənci suda sınar. Su qabı suda sınardı. Sən bilmirsən, göydə bir dəfə çaşacaqsan. Elə göydə fırlandı, nəm elə göydən gəldi, vallahi elə belə dağılmadı, o qorxusundan yerə gələnə qədər, elə bilirsiniz necədir, elə bilməsən bir rezindən bir şey, bunun şəklini düzəltmişlər, götürüb elə apardılar. Qıçı başından bu yana keçmişdi, qolu ayağından bu yana keçmişdi. Kül təpəsən, bilmirsən, bu da elə bir özləmirsən necədir, tullanır bu. Ölkə qazanır, məşqçi qazanır, komanda qazanır, o zibi dolur, bunun zibi dolur, bunun zibi dolur, bunun zibi dolur. Bu nə qalır? Ekranda boynundan bir dənə bu boyda dəmir parçası asılırlar, adında qoyublar qızıl. İçərisi metal, sonra da paslanır. Hamıdan az tullanan bu, canın təhlükəyə atan bu, hər şey eləyən bu, az qazanan da bu. Adında qoyublar nə bilim nə. Başdan ayağa da hamısı siyasətdir. Futbolu da siyasətdir, idmanı da siyasətdir, ondan sonra hamısı bir siyasətdir ki, elə o siyasətin o biri tərəflərindən. Məlum, Sovet hökumətini yıxdı da olimpiyada. Nəsə işimiz yoxdur ondan. İstəyirsən çempion olasan bu cürə. Baxın, üləmadan biri danışırdı, bunu mən bir idiyat bundan qabaq demişəm, bunu da deyim, tamam eləyirəm Allah haqqı. O bilirsən nə deyirdi? Artistləri qəbul eləmişdi. Deyəsən, Muxtarnamə filminin iştirakçıların elə komandanın hamısını qəbul eləmişdi. Üləmadan biri, deyəsən onlara danışanda eşitdim
ki, bunları belə təqdir elədi, təşəkkür elədi, çox sağ ol dedi, belə danışdı. Ondan sonra bunları cəmaata, dünyaya nümunə ünvanında gətirdi. Dedi ki, baxın, bu dünyanın insanları o qədər bədbəxtdirlər. İndi dedi, sizinki yerində, bu elə ilahi yazıdır. Özləri oğru, günahkar, pis adamların yazdığı senarini oynayıb qəhrəman olmaqdan ötürü hər çirkinliyə gedirlər. Bütün şərəfin, namusun, qeyrətin, vicdanın, insanlığın, əxlaqın bir dənə artist arvad çatır, bir dənə Qollivudun ulduzu olsun. Hər oyundan çıxırda da hamınız görübsünüz də, mən tək görməmişəm ki, hər oyundan. Gözlə, neçə dəfə. Nədir, bu boyda medal asacaqlar. O danışır dağa, deyirdi ki, baxın, oğrunun bir dənə pozğun qadına yazdığı senarini oynayır qəhrəman olmaqdan ötürü. Amma Allahın o boyda yazdığını həqiqi, sağlam, düzgün, şərəfli və izzətli qəhrəman olmaqdan ötürü oynamır. Hətta oynayanda da belə, oynayana da neynir? Baxır, görürsən, televizorda biri çıxır, danışır, məsələn, dinin əleyhinə, ya məsələn, hicabın əleyhinə danışır, hər bir variantdan keçib. Adamı o yandırmır ki, bu, məsələn, hicabın əleyhinə danışır. Adamı o yandırır ki, bu danışır hicabın əleyhinə. Odur. Ki, deyir, gül kimi yazmışam da, Allah deyir, mən yazmışam da. Senaristi mənəm də. Elə deyir, rejissoru da Peyğəmbərdir. Səhnədə bu boyda dünya. Özə şərəfli bir dönəm. Yaxşı ifa elə də. Neynəyim Allah, nə oynayayım, nə yazımsan? Sübh namazı 2 rəkət, ged. Zöhrdə 4 rəkət. Əsrdə 4 rəkət. Şamxıqda da ikisi bir yerdə 7 rəkət. Yaxşı, Allah'ın heç nə, özü heç nə. Nə soyunacaqsan, nə şərəfin gedəcək, nə lütf qalatsan, nə ərin inciyəcəksən, nə arvadın qısqanclıq eləyəcəksən, heç nə, dayca da hamısı dediklərimin əksinə. Demədim keçən dəfə, Allah deyir ki, kim qeybət eləməyi tərk eləsə, millət ona məhəbbət edir. Sən qeybət eləməyi tərk edirsən, əngüvə qənaət edirsən, görürsən ki, hamı sənə məhəbbət edir. Bu da Allahın senarisi. Biz də gör harada. Allah Muhammed, Muhammed xatirinə bizi həqiqi möminlərdən qərar versin. Allah Taala'nın əmrlərinə əməl edənlərdən qərar versin. Muhammed xatirinə günahlarımıza qələmi əfv çəksin. Bizi bəyənmədiyi bəndələrdən qərar verməsin. Rabbi Muhammed və Behtiram Zəhra bağışlamamış bizi dünyadan aparmasın. Allah Muhammed xatirinə bizi dünya və axirətdə sevdikləri ilə məşğul eləsin. Allah Taala tamam möminlərə, xüsusən bu cəmdə əyləşənlərə bərəkətli uzun ömrə tayin eləsin. Halaldan bolluca ruzu qismət eləsin. Bizə rəhm eləməyənləri bizə müsəllət eləməsin. Muhammed xatirinə dünya və axirətdə Peyğəmbər və Əhl-i Beytinin ziyarətindən və şəfaətindən bir nəsib eləməsin. Muhammed xatirinə iltimaslı elənlərin dualarını qəbul eləsin. Xəstələrimizə şəfaya acil inayət eləsin. Allah Taala dünyanın düşmənlərin harda var tezlikcə məhv nabud eləsin. Nəslimizdən, bədi nəslimizdən bu dinə düşmən qərar verməsin. Muhammed xatirinə müsibətimizi dinimizdə qərar verməsin. Ağamız İmam zamanının elədiyi duaların hamısını bizim barəmizdə qəbul eləsin. Zuhurunda təcil eləsin. Bizim ağanın tanıyıb rikabında şəhid olanlardan qərar versin. Salavat zikri deyək.